Biri vardı, biri yoxdu. Xəyalları dünyadan da böyük olan balaca bir Humay vardı. Bir gün Humay ağappaq kağızına baxıb düşündü. Görəsən bura hansı rəng yaraşar? Humay fırçasını yaşıl boyaya batırdı və yumru bir dairə çəkdi. Baxım, kağızdakı dairə birdən-birə parıldamağa başladı və dadlı, təptəzə, yaşıl bir almaya çevrildi. Humay buna çox sevindi, çünki bu sadə bir fırça değildi. Humay çəkməyə davam etdi. Onun fırçası kağıza toxunduqca, otağında uca ağaclar boyatdı, yamyaşıl otlar göyərdi. İndi Humay öz çəkdiyi sehirli meşənin içindəydi. Baxım, oradakı balaca quyruqlu sincab Humaya salam deyir. Görəsən o Humaydan nə istəyir? Humay artıq öyrənmişdi. Fırçasını havada yellədikcə dünya rənglənirdi. Amma əsr sehir fırçada yox, Humayın təmiz qəlbində və xəyallarındaydı. O dünyanı istədiyi rəngə boyaya bilərdi, sevgi ilə, sevinclə. Bugünlük bu qədər balaca rəssamlar. Sizin də xəyallarınız həmişə rəngbərəng olsun. Növbəti macərada görüşənədək yuxunuz şirin olsun.